Salam, hər vaxtınız xeyir. Bu gün Nizami Gəncəvi İskəndərnamə poemasına daxil olan Şərəfnamənin qısa məzmunu haqqında məlumat verəcəm. Əsər Feyləqusun oğlu İskəndərin doğulması ilə başlayır. İskəndərin təlim-tərbiyəsi ilə Niqumaş məşğul olur. Atasının ölümündən sonra İskəndər taxta çıxır və Niqumaşa söz verdiyi kimi oğlu Ərəstunu özünə vəzir təyin eləyir. Bu dövrdə həmçində Yunanlılar İran padşahı 2-ci Daranın tabeliyində idi. Ona bac xərac verməklə ölkələrini dağıntıdan, müharibədən qoruyurdular. Bir gün İskəndər eşidir ki, məhz bu Zəngibər şahı Pələngər Misirlərin üzərinə hücum etmək istəyir. İskəndər bu xəbərdən sonra qoşununu toplayır, Misir xalqına yardım etmək üçün gedir. Ancaq Pələngərin yanına elçi göndərir ki, bəlkə onu fikrindən daşındırsın. Ancaq Pələngər gedən elçini öldürür, qanını teştə tökərək içir. Bunu eşidən İskəndər Pələngərlə müharibə etmək qərarına gəlir və onların ordusu qarşılaşır. Təbii ki, İskəndərin ordusu Pələngərin ordusunun üzərində qalib gəlir və zəncilərin var-dövlətlərini, bütün o sərvətlərini özü ilə gedəndə aparır və İran padşahı 2-ci Daraya da bu sərvətdən yarısını bac-xərac olaraq göndərir. Və bunu eşidən Dara bilir ki, İskəndər Zəngibər padşahını məğlub edib, bundan bərk narahat olur. Bu zamanda vergilərin miqdarını 2 qat artırır və xəracı daha çox istəyir. Həmçində İskəndərin ona tabe olmasını istəyirdi. Və İskəndər bu xəbəri eşidəndə bununla razılaşmır və Dara ilə müharibə etmək qərarına gəlir. Daranın 900 minlik qoşunu ilə İskəndərin 600 minlik qoşunu qarşı-qarşıya gəlirlər. Və İskəndərin qoşunu təbii ki, Daranın qoşunundan sayca az olmasına baxmayaraq qalib gəlir. Və Dara ona təslim olur. Həmçində İskəndər Daranın qızı Rövşənəklə ailə həyatı qurur. Geri qayıdarkən onu Ruma göndərir. Özü isə gedir Kəbəyə, Kəbəni ziyarət edir. Sonra isə səfərə çıxır, gəlir Azərbaycana. Azərbaycana gələndə Bərdənin hökmdarı Nüşabə haqqında çox xoş sözlər eşitmişdi və onu görmək istəyirdi. Onun sarayına elçi qiyafəsində gəlir, ancaq Nüşabə onu tanıyır və onunla əhd-peyman bağlayır. İskəndər onun ölkəsinə zərər vermədən oradan uzaqlaşır, gedir. Bundan sonra İskəndər şimala üz tutur, Dərbənd qalasını ələ keçirir. Sonra isə Elbrus dağına tərəf hərəkət edir. Oradan isə Səyir qalasına gedən İskəndər Keyxosrovun qəbrini ziyarət edir. Bundan sonra da o Hindistana gedir. Hindistanı da əmin-amanlıq yaradandan sonra Çinə gedir. Çin padşahı ona tabe olmağa çağırır. Ancaq Çin padşahı ona tabe olmaq istəmir və müharibəyə hazırlaşırlar. Çin padşahı alim qiyafəsi geyinərək İskəndərin yanına gedir. Onun ağlı, fərasəti, igidliyi qarşısında söz tapa bilmir və onunla əhd-peyman bağlayır və Xaqan İskəndərin şərəfinə ziyafət düzəldir və İskəndərə qiymətli hədiyyələr və qeyri-adi istedada malik bir kəniz bağışlayır, güclü qız bağışlayır. Çindən geri dönərkən İskəndər eşidir ki, Rus sərkərdəsi Qıntar məhz Nüşabəni, Bərdəyə hücum edib Nüşabəni əsir götürübdür və gəlir, şiddətli döyüş zamanı Qıntalı məğlub edir və Nüşabəni əsirlikdən qurtarır. Sonra isə əsərin sonunda İskəndər dirilir suyu axtarmaq üçün zülmətə səfər edir və bu səfər ona ağır başa gəlir və oradan əliboş geri qayıdır.